Bugün müxtəlif sosial şəbəkələrdə etiqadsız, əqidəsiz insanlar dinini, əqidəni, inanclarını sarsıtmağa çalışırlar. Səhər axşam təhqir edib lağa qoyurlar. Yaxın otur, diqqətlə qulaq as. Gör sənə nə deyirəm. Bir dəstə insanlar da səni qorxutmağa çalışırlar. Belə olar, elə olar, səni belə eləyərlər, elə eləyərlər. Gör Allah nə buyurur. Keçən səfər söhbətimdə dedim, əgər diqqətimizi yönəltsək aləmlərin Rəbbinə, o zaman insanlardan yox, aləmlərin Rəbbindən çəkinərik. Aləmlərin Rəbbi olan Allah qorxulu deyil, lakin əzəmətlidir. İnsan əzəmətli varlığın qarşısında öz kiçikliyini dərk eləyir və öz kiçikliyini dərk eləyəndə özü kimilərin kiçikliyini də dərk eləyir. Başa düşür ki, bunlar yox. Allah böyükdür, Allah əzəmətlidir, Allahdan çəkinmək lazımdır və Allahın dini üçün yaşamaq və yaşatmaq lazımdır. Dedim ki, Allahın ayəsini, ayələrini oxusaq, kitabını oxusaq, onu daha yaxşı tanıyarıq. Bəli, həqiqətən Allahı onu öz dilindən eşidək, öz dilindən eşidərək tanıyaq. Kur'an buyurur, Əuzu billahi mineşşeytanirracim. وَلَقَدْ خَلَقْنَا الْإِنسَانَ İnsanı biz yarattık. وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهِ نَفْسُهُ Ve nefsinin ona neyi vesvese ettiğini de bilirik. وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِيدِ Biz ona şah damarından da yakınız. إِذْ يَتَلَقَّى الْمُتَلَقِّيَانِ عَنِ الْيَمِينِ وَعَنِ الشِّمَالِ قَعِيدٌ Sağında ve solunda iki melek oturup onun emellerini qeydə alır. مَا يَلْفِظُ مِنْ قَوْلٍ إِلَّا لَدَيْهِ رَقِيبٌ عَتِيدٌ Dediği elə bir söz yoktur ki, onu yazmak için yanında hazır durmuş gözetçi olmasın. وَجَاءَتْ سَكْرَةُ الْمَوْتِ بِالْحَقِّ Ölüm bihuşluğu həqiqətən gələcəkdir. ذَلِكَ مَا كُنْتَ مِنْهُ تَحِيدٌ Ey insan! Bu sənin uzaq qaçdığı şey. Qorxuları yenməyin yolu həqiqətən diqqətimizin hamısını Allaha yönəltməkdədir. Allahla olaq, Allahla birgə yaşayaq. İnşallah görəcəksiniz ki, hər bir şey öz yoluna durdu, hər şey yaxşı oldu. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuh.